Salam uşaqlar, bugün natural ədədlər, əbov və əqob mövzusu üzrə maraqlı bir nisbətən çətin sual izah eləmək istəyirəm. Düşünürəm ki, bu sual RFM, RFO tipli imtahanlarda, liseylərə qəbul imtahanlarında daha çox istifadə olunur. Keçək izaha. A ilə B 5-ə bölünən ardıcıl cüt natural ədədlərdir. Əvvəlcə fikirləşək ki, 5-ə bölünən ardıcıl cüt ədədlər, natural ədədlər hansılardır? Məsələn, 10, 20, 30. Bunlar 5-ə bölünən ardıcıl cüt ədədlərdir. Bunlara uyğun bir ümumi formul düşünməliyik biz. Fikir verirsinizsə, bu ədədlər onun misilləridir. Ona görə mən A-nı götürürəm 10K. Bəs bu ədədlər bir-birinə nə qədər fərqlənir? 10-un artıb da. Digəri olacaq 10K plus 10. Əsas bax bu hissəni düzgün yazmaq idi. Yerinə qoyuram əqob 10K. 10K plus 10-u isə onu ortaq vuruq çıxarsam, qalır burada K plus 1. B-nin yerinə baxın bu ifadədə yazıram 10 mötərizədə K plus 1. Çıxılsın. Bunu pozaq. Əqob 10K 10 mötərizədə K plus 1 bərabərdir 550. Biz bilirik ki, əqob və əqobda ortaq vuruğu mötərizə xaricinə çıxara bilərik. Yəni, burada hər ikisində 10 var. Onu mötərizə xaricinə çıxarsaq, içəridə qalır əqob K, K plus 1 çıxılsın. Buradan da yenə onu ortaq vuruq kimi çıxarsaq, əqob K, K plus 1 bərabərdir 550. K plus 1 ardıcıl natural ədədlər deməkdir. Çünki birindən bir vahid fərqlənirlər. Ardıcıl natural ədədlərin əqobu onların hasilinə bərabərdir. Yəni, K vurulsun K plus 1-ə çıxılsın. Bəs ardıcıl natural ədədlərin əqobu nəyə bərabərdir? 1-ə. 10 vurub 1, 10. Bərabərdir 550. Bir dənə niyə həll eləyək? 560. K vurulsun K plus 1, 560-ı 10-a bölsək 56. İndi fikirləşirik, hansı ki ardıcıl natural ədədi vursam 56 eləyər. Təbii ki, K 7 olmalıdır. K 7 olsa 7 vurulsun 8, 56 ödəyir bu təni üçün. İndi gətirirəm yuxarıda. K-nın yerinə nə yazırıq uşaqlar? 7 yazırıq, cavabımızı tapırıq. 10K deyil, onu vururam 7-yə 70. O birisi də 10K plus 10-dur. Yəni 70 plus 10, 80-dır. Deməli, verilən 2 ədəd A 70, B bərabərdir 80-dır. A plus B olacaq, 70-in üstünə 80 gələcək. Doğru cavabımız 150. Yenə də deyirəm ki, biraz ağırlaşmış çətin sualdır.